Salam aleyküm dostlar. Bugün sizlere Real GTA 4 Baku modunu telefonunuza yükləyə bilərsiniz, necə quraşdıra bilərsiniz onu göstərəcəm. Bu modda həm də mod menyu var, hansı ki orada maşın seçə bilərsiniz, qrafikanı dəyişdirə bilərsiniz, saat dilimi, ölümsüz və bir çox ayarları oradan eləyə bilərsiniz və onu da videonun irəliləyən dəqiqələrdə sizlərə göstərəcəm. Video keçməzdən əvvəl videonu bəyənməyə, dostlarınızla paylaşmağa və yeni oyunlar üçün kanalıma abunə olmağı unutmayın. İlk öncə sizə izah edeyim oyunu necə yükləyə bilərsiniz. Oyunu yükləmək üçün bu videonun rəy bölməsinə, kommentlər bölməsinə, yəni yorumlar qisminə linki sabitləmişəm. Girib oradan oyunu yükləyəcəksiniz. Oyunu yüklədikdən sonra buradan açacaqsınız Play Store-ni, yazacaqsınız bura axtarış yerinə Zarxiver. Bu proqramı yükləyəcəksiniz telefonunuza. Bunu yükləyəndən sonra aç düyməsini basacaqsınız və burada sizdən müəyyən icazələr istəyəcəkdir. O icazələr verəndən sonra düşəcəksiniz aşağıya və burada görürsünüz yazılıbdır Dovlan. Bu Dovlanın üzərine basacaqsınız və buradan yüklədiyiniz faylı tapacaqsınız. Zip faylı tapacaqsınız. Baxın, GTA 4 Baku modu by Rizuhaks. Və bunun üzərine basacaqsınız və burada görəcəksiniz yazılıb bax, klasoru çıxar arxiv name. Onun üzərine basacaqsınız və onun üzərine basandan sonra sizdən bir şifrə istəyəcəkdir. O şifrəni bu videoda görəcəksiniz. Bax yazmışam. Şifrə aşağıda qırıq-qırıq xəttlər gedir. Hər bir xəttin üzərində bir rəqəm görsənir və toplamda 8 rəqəmdən ibarət olan bir şifrədir və şifrə videonun müəyyən dəqiqələrində, məsələn 1-ci dəqiqədə, 3-cü dəqiqədə, 5-ci dəqiqədə, 10-cu saniyədə məsəl üçün deyirəm belə görsənir. Toplamda yenə deyirəm 8 rəqəmdən ibarət olan bir şifrədir. O şifrəni videodan hamısını rəqəmləri toplayacaqsınız və bura əlavə eləyəcəksiniz. Bura əlavə eləyəndən sonra və gözləyəcəksiniz ki, orada biraz zip fayl geç çıxacaqdır. Yəni o 20 GB-lıq bir fayldır. Arada bir 10 dəqiqə, 15 dəqiqə bəlkə çəkəcəkdir ki, o zipdən çıxarılsın və gözləyəcəksiniz tam zip fayl çıxarılsın və orada görəcəksiniz yazılacaq aşağıdakı arşiv başarı ilə çıxarıldı. Yenə dediyim kimi fayl 20 GB-dir və 20 GB-da bunun açılışıdır, toplam 40 GB. Harca bir 5 GB, 6 GB telefonun öz yaddaşından yer nəzərə alsaq, təxminən sizə bir 45 GB telefon yaddaşında yer lazımdır ki, oyunu rahatçılıqla zipdən çıxarda bilərsiniz. Zipdən çıxardandan sonra buradan görəcəksiniz, bax, Game emulator. Ben orada yükleme linkində həm Game emulatoru qoyacağım, həm də datanı qoyacağım. Və buradan Game emulatorda yükləyəndən sonra bu Game emulatorun üzərine basacaqsınız. Buradan indirə basacaqsınız və Game emulatoru, Game Hub emulatoru telefona quracaqsınız. Game Hub emulatorda telefona quraq. Bundan sonra buradan aç düyməsinə bastınız. Buradan bax sağ tərəfdən Agri yazır. Bu Agri'yə tıklayırsınız. Burada görürsünüz bax quş işarəsi var. Bu quşun türkünü məsələn aktiv eləyəndən sonra buradan Google'a basacaqsınız. Buradan hər hansı bir Gmail seçəcəksiniz. Fərqi yoxdur. Bir Gmail seçirsiniz və gözləyirsiniz ki Game Hub açılsın. Yəni emulator açılsın. Emulator açılandan sonra burada My sözü yazılıb. My. Bu My sözünə basacaqsınız. Buradan gələcəksiniz ən başa. Burada görürsünüz Import Games yazılıb. Bunun üzərine basacaqsınız. Buradan PC Games yazılıb. Bunun üzərine basacaqsınız. Buradan icazəni verəcəksiniz və çıxacaqsınız geriyə. Buradan düşəcəksiniz Dovland qisminə. Baxın, bu Dovland. Bu Dovlanda girəcəksiniz və buradan da zipdən çıxartdığınız fayl var. GTA 4 Baku modu by Rizuhaks. Bunun üzərine basacaqsınız. Buradan yine klasöre tıklayacaqsınız. Bir də tıklayacaqsınız. Buradan görürsünüz yazılıbdır GTA 4 Exe. Bunu da üzerine basacaqsınız və buradan Continue'ya basacaqsınız. Bunu basandan sonra burada görürsünüz 3 dənə nöqtə var. O nöqtəyə tıklayacaqsınız. Burada görürsünüz bir yazılıbdır PC Game Setting. Bunun üzerine tıklayacaqsınız. Buradan ilk önce görürsünüz Game Resolution yazılıbdır. 120 1280 x 720. Bunun üzerine tıklayırsınız. Bunu eləyirsiniz 854'ün 480'a. Bunun üzerine basırsınız. Sonra ikincisi var burada Compatibility. Bunun üzerine basırsınız. Buradan Translation Params yazılıb. Bunun üzerine basırsınız. Buradan Extreme'i seçirsiniz. Extreme. Buradan çıxırsınız geriyə. Düşürsünüz buradan aşağı. Sonra baxın burada yazıb DXVK versiyon. Bunu da üzerine basırsınız. Buradan qalxırsınız yuxarı. Baxın indi bir şey də göstərim. Yenə qayıdırsınız Play Store'a. Burada axtarış yerinə tıklayırsınız, yazırsınız. Kupu
Z. Baxın mən yazdığım kimi. Bu proqramda yüklüyorsunuz telefona. Bunu da yükləyəndən sonra aç düyməsini basırsınız. Bax burada ən aşağıda görəcəksiniz. Bax yazıbdır. Kupur renderer Mali. Yəni mənim prosesor Malidir. Sizdə Adreno, Power eyni zamanda Mali ola bilər. Ona görə burada driver seçməlisiniz. Baxın məsələn mən burada burada yazıb Mali fix. Sizdə əgər Powerdirsə, böyük ehtimal bu ikincisi var. AS YNC yazılıb. Və onu seçib yoxlaya bilərsiniz. Yəni Power olanlar. Adreno dəqiq bilmirəm. Onu internetdən bir dənə araşdırıb baxarsınız ki, sizdə o böyük ehtimal Adrenolarda standart olur. Sonra buradan da düşürsünüz aşağı. Görək burada başqa nə var? Burada başqa heç nə yoxdur. Buradan çıxırsınız geriyə. Geri tuşuna bastınız və oyunu açırsınız. Baxın burada indi bizdən 460 MB-da yüklənmə faili istəyir. Gözləyin 460 MB-da yüklənsin. Gördüyünüz kimi artıq oyun açılmağa doğru gedir. Launch game yazıldı. İndi buranı da gözləyək, oyun açılsın. Mən sizə burada mod menünü də göstərəcəm, necə idarə edə bilərsiniz və butonların yerini dəyişməyini də göstərəcəm. Gözləyək oyun açılsın. Buradan basırsınız A'ya, bir də basırsınız. Həm oyunun səsini kəsim, həm də sizlərə butonu və mod menüyü idarə etməyə göstərim. Buradan girək audio bölməsinə. Müzik tanıt kəsək, eyni zamanda oyunun da səsini hələ ki kəsək. Buradan çıxaq girək. Buradan qrafik ayarlarını telefonunuza görə dəyişə bilərsiniz. Və buradan baxın displaya girirsiniz. Buradan işıqlandırma eləyə bilərsiniz istədiyiniz kimi. Çox yüksək işıqlandırma, az yüksək işıqlandırma eləyə bilərsiniz. B-yə də basıb geri çıxırsınız. Sonra girirsiniz buradan grafik ayarlarına. Buradan da yenə telefonunuza uyğun ayarlaya bilərsiniz nə tər istəsəz. Burada bunların hamısını azaltın ki, FPS ala biləsiniz, əgər telefonunuz zəifdirsə. Güclü telefonunuzsa onsuz da problem yaratmayacaqdır. Ən aşağıda 2 dənə 10 var, onları da off edirsiniz. Və burada birinci Y hərfinə basırsınız Y-yə. Bəni gözləsəksiniz ok verəcək özü. Ok verəndən sonra aşağıya baxın, yazırsınız Y, A, yes, B, no. A-ya basırsınız, yaddaşa salırsınız. Bundan sonra bax buradan geri tuşuna basırsınız. Və burada görürsünüz yazılıbdır. Switch Control Layout. Ora basırsınız. Buradan da düşürsünüz. Yazılıbdır. More Layout. Sonra basırsınız. Burada ən birincisi var. Görürsünüz yazılıb. Default Control Layout. Onun da qabağında Editor. Ora bastınız. Butonları istədiyiniz yerə daşıya bilərsiniz. Məsələn, bu R, T yazılan qazdır. Bunları butonları çəkim mən yuxarı. Bu R, bu ruchnoydu. Bu LT yazılanda geridir, yəni zadnidir. Bu da oyunçunun hərəkətidir. Bunu istəsəz belə balacalaşdırıb böyüyə bilərsiniz. Bunu da çəkək qırağa. Bunlar çox elə lazım şeylərdir. Bu amma lazımdır. Bunu böyüdək biraz. Bunu gətirək bura. Sonra bax buradan ekran müəyyən arasında bir yerinə toxunursunuz. Buradan plus işarəsinə basırsınız və bir buton əlavə edirsiniz. Ondan sonra yenə ayarlar qisminə tıklayırsınız. Bax buradan göz yazıb keyboard qabağında no ona basırsınız. Bunu birinci left eləyirsiniz. Yəni sola. Fərqi yoxdur, siz right eləyə bilərsiniz. Məsələn, left eləyirəm. Buradan da sol düyməni seçirsiniz. Buradan da butonu böyüdürsünüz. Və sonra bir dənə də buton seçirsiniz. Yenə ayarlara bastınız. Buradan bu dəfə right verirsiniz. Bu da sağ deməkdir. Bunu da sağa elədiniz, böyütdünüz, qoydunuz bura. Bunu da yenə buradan bastınız. İstədiyiniz kimi. Yəni buna dəymirik. Buradan cırcılə, buradan da qabağa seçdiniz. Və bu da oldu qabağa. İndi bunu buradan da ayarlayaq. Cırcılə eləyək və geri. Yəni tormuz, zadni. İndi bir dənə
buton daha əlavə eləyirsiniz. Yəni ayarlara basırsınız. Seçirsiniz. Buradan bunu oynaya basırsınız, bunu eləyirsiniz F11. Mod menü bu ilə açılır. Bunu da gətirək qoyaq bura. Bunu rüçnoyu da düzəldək. Bunu da cır-cır eləyək, elə qalsın. Biraz da böyüdək. Hələ ki bunu yaddaşa vuraq. Buradan save bastınız. Bura hansısa bir ad yazırsınız, fərqi yoxdur. Buradan konfirmə basırsınız və düşürsünüz aşağıya. Apple. Həmən şeyi seçirsiniz buradan. Baka basıb çıxırsınız geriyə. Sonra bir dənə də buradan B-yə basırsınız. Buradan F11'ə basırsınız. F11'ə. Burada çox mod menüdə şeyləri qurdalamayın. Çünki yoxsa oyun çəkmə verəcək. Buradan düşürsünüz aşağı. World'ün aşağısında yazılıbdır. Bu tam adını oxuya bilmirəm. Amma World'dan sonra ona A-ya basırsınız. Buradan da düşürsünüz ən aşağı. Gauss Town yazılıbdır. Bunu okey eləyirsiniz. Burada okey eləyəndən sonra şəhərdə bütün maşın zat hamısı yoxa çıxır. Yəni adam, insan, maşın, hər şey yoxa çıxır. Sonra yenə buradan B ilə çıxırsınız geriyə. Sonra buradan World'ü də seçirsiniz. Düşürsünüz aşağı. Buradan saat dilimi ayarlayırsınız. Hansı saat istəsəz buradan ayarlaya bilərsiniz. Yox, saat bu aşağıdakı dəqiqə idi. Saat dilimi ayarlayırsınız. Buradan düşürsünüz aşağı. Burada 2 dənə ekstra saniyə yazılıb. Hansını istəsəz seçə bilərsiniz. İstəsəz belə qrafika ilə, istəsəz belə qrafika ilə oynaya bilərsiniz. Bu tamamilə sizə qalmış bir şeydir. Yenə çıxırsınız buradan geriyə. Bir də geriyə. Burada girirsiniz spawnerə, maşın seçmə bölümünə. Spawnerə tıkladınız. Buradan vehiləyə gəldiniz, vehilə. Buna tıkladınız. Buradan da for vehiles yazılıbdır. Buna da bastınız. Buradan hansı maşını istəsəz seçə bilirsiniz. Fərqli maşınlar seçə bilərsiniz. Burada hər cürə maşın var. İndi bu ilk oyun olduğuna görə mənə oyundan atdı deyə loading verdi də. Oradan ürəyiniz istədiyiniz maşını seçə bilərsiniz. Burada hansı maşını istəsəz seçə bilərsiniz. Buradan da gedəcəksiniz daha birinci missiyaya. Orada oyunu yaddaşa vuracaqsınız və hər zaman qaldığınız yerdən oynayacaqsınız. Videomuz bu qədər idi dostlar. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.